Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Deməli, 14 iyul 2026-cı ildə təşkil olunmuş MİQ imtahanından ibtidai riyaziyyat üzrə bəzi sualların izahına baxırıq. Deməli, birinci sualımız belədir. Bir müəssisədə 8 usta və 6 fəhlə çalışır. Ustaların orta əmək haqqı 460 manat, bütün işçilərin orta əmək haqqı isə 470 manatdır. Fəhlələrin nə qədər əmək haqqı aldığını tapın. Deməli, usta var, bir də fəhlə var, çalışan. Bunların hamısına bir yerdə işçi deyilir. Ustaların orta əmək haqqısı 460 manatdır. Orta əmək haqqı deyəndə, yəni ustaların sayına bölüblər ki, orta əmək haqqını 460 manat tapıblar. Biz də həmin o əməlin tərsini edərək, fəhlələrin və ustaların nə qədər əmək haqqı aldığını tapmış olacağıq. Deməli, 460 manat, yəni 8-ə bölüblər ki, 460 manat alınıb. Deməli, 460-ı vuracaq 8-ə, görək ustalar ümumilikdə nə qədər maaş alıblar. 0, 4, 6, 8-in 48, 4 yadda, 4, 8-in 32, 4 yadda 36. Deməli, 3680 manat 8 ustanın bir yerdə aldığı ümumi məbləğdir. Amma fəhlələrin üçün verməyib. Sadəcə burada deyir ki, bütün işçilərin. Bütün işçilərin deyəndə artıq burada həm fəhlələr gedir, həm ustalar gedir. Yəni, ümumilikdə 6 nəfər yox, 8 nəfər yox, ümumilikdə 14 nəfərdən söhbət gedir. 14 nəfərin ümumi əmək haqqısı biz tapmaq üçün, yəni burada orta əmək haqqı 470 manat veriblər. Yəni, həmin o ədəd hansı ədəddirsə, 14-ə bölüblər ki, 470 manat alınıb. Ədədi ortasını belə tapıblar. Amma biz 470-i əgər vursaq 14-ə, biz ümumi işçilərin, yəni bütün işçilərin aldığı əmək haqqını tapmış olacaq. Gəlin kalkulyatorumuzu açaq. 470-i vuraq neçəyə? 14-ə. Elədi 6580 manat. 6580 manat dediyim kimi 8 usta və 6 fəhlənin aldığı puldur. Və ustaların özünün aldığı pul da burada yuxarıda yazdığıma görə ümumi məbləğdən 3680 manatı çıxsam, mən fəhlələrin aldığı əmək haqqını tapmış olacam. Fəhlələrin aldığı əmək haqqını tapmaq üçün ümumi məbləğdən çıxmalıyam 3680. Bu da eləyir 2900 manat. Burada orta əmək haqqını istəmir. Sadəcə istəyir ki, ustaların verib, amma fəhlələrin üçün bizdən istəyir. Fəhlələrin nə qədər əmək haqqı aldığını tapın. İkinci suala bir yerdə baxırıq. Deyir, onluqlara qədər yuvarlaqlaşdırdıqda 80 alınan ən böyük ədədlə ən kiçik ədədin cəmini istəyir bizdən. Dediyim kimi, onluqlara qədər deyəndə ən böyüyü tapmaq üçün asan yolu nə idi? Ən böyüyü tapmaq üçün 4 gəlirdi, ən kiçiyi tapmaq üçün 5 çıxırdıq. Yəni, əgər onluqlardan söhbət gedirsə. Yox, yüzlüklər, minliklər bunlar deyirsə, artıq bunların başqa ədədlər toplayıb və yaxud da çıxmaq lazımdır. Bizə burada onluqlar dediyi üçün 80-in üzərinə mən 4 gəlsəm ən böyüyü tapacam. 80-dən 5 çıxsam ən kiçiyi tapacam. Yəni 75. Doğrudan da onluqlara qədər yuvarlaqlaşdırdıqda alınan 80 alınan ən kiçik ədədim 75-dir. Ən böyük ədədim 84-ə bərabərdir və bunların məndən cəmini istəyir. 9, 5, 15, 159-a bərabərdir. İkinci sualımızın da cavabı oldu 159. Üçüncü suala baxırıq. Kater çayın axını ilə 51 km yolu 3 saata getdi. Çayın axma sürəti 2 km/saat olarsa, kater çayın axınına qarşı 2 saata neçə kilometr yol gedər? Deməli, katerin sürəti, çayın sürəti, axın ilə bir də axına qarşı sürətimiz var. Burada deyir ki, çayın axın ilə 51 km yolu 3 saata gedir. Deməli, axın ilə sürəti tapmaq üçün 51-i 3-ə bölməliyəm ki, görüm hələ axın ilə sürət nə qədərdir? 17-yə bərabərdir. Deməli, axın ilə sürət 17 km/saatdır. Buradan çayın sürətini bizə verib, deyir, çayın axma sürəti 2-dir. Deməli, çayda var, axın ilə də var. Katerini də tapa bilərəm, axına qarşını tapa bilərəm. Kateri tapmaq üçün 17-dən 2 çıxıram 15.
Axına qarşını tapmaq üçün 15-dən 2 çıxıram 13. Və axına qarşı 2 sadadır. Nə qədər yol gedər? 2-yə də vuranda 26-ya bərabərdir. Cavabım oldu 3-cü sualda 26. 4-cü sualda deyir, 2 ədədin fərqi 134, böyük ədədə kiçik ədədə böldükdə natamam qismətdə 7 qalıqda 2 alınır. Bu ədədlərin cəminin rəqəmləri hasilini tapın. Gördüyünüz kimi həm ədəd məsələsidir, həm qalıqlı bölmə məsələsinə aiddir. 2 ədədin fərqi 134-dürsə, mən bilməliyəm ki, 2 ədədin fərqi deyəndə birinciyə nə yazım, ikinciyə nə yazım. Bu ədədlər arasındakı fərq 134-dürsə, deməli bir ədəd digərindən 134 vahid böyükdür. Onun üçün birinə x yazıram, digərinə x plus 134 yazıram. İndi deyir, böyük ədədi kiçik ədədə böl. Yəni x plus 134-ü böl x-ə kiçik ədədə. Natamam qismətdə 7, qalıqda 2 al. Aha, bu bizə nəyi xatırlatdı? Xatırlatdı deyəndə elə baxırıq ki, qalıqlı bölmədir. Bölünən x plus 134-dür. Bölən x-dir. Natamam qisməti 7-dir, qalıqda 2-dir. Necə tapırdıq bölünəni? Natamam qisməti bölənə vurub üzərinə qalığı gələrək. Yəni 7-ni x-ə vurdum, 7x üzərinə 2 gəldim. Verdi bizə x plus 134-dür. Bu birlikdə, yəni x plus 134 birlikdə bizə bir bölünən anlayışını verir. Buradan nəyi tapırıq? 7x-dən x çıxıram 6x, çünki x-in işarəsi dəyişdi. 134-dən də 2 çıxıram 132. X-in də qiyməti oldu 22-yə bərabər. İndi bitmir hələ. Deyir ki, bu ədədlərin cəminin, bu ədədləri gəl yazaq bura. Birinci ədədim 22-dir. İkinci ədədim neçədir bəs? İkinci ədədim də 134-ün üzərinə 22 gəldirəm, 156-dır. Bunları deyir toplam, 156 ilə 22-ni toplam, 8, 7, 1 və bunların, bu aldığın ədədin rəqəmləri nəyini? Hasilini tap. 1-i vurdum 7-yə, vurdum 8-ə, 56-ya bərabər. Gördüyünüz kimi, həm ədəd məsələsi gedir bu məsələ tipi, həm də qalıqlı bölməyə aiddir. Ən çox qalıqlı bölməyə aiddir. Deməli, 5-ci sual heç rastlaşmadığımız sualdır, nə yalan deyim. Yəni, miqdə heç qarşımıza çıxmayan sualdır, amma belə çətin tipli sual da deyil. Deməli, 2a üstə gəlinsin 29 ifadəsi körbucaq olarsa. Bu ikisi bircə bərabərdir körbucağın dərəcə ölçüsünə. Amma körbucağın dərəcə ölçüsü müxtəlif ola bilir. Hansılar ola bilir? 90 dərəcədən böyük olur. Bax, bu körbucaq deyək x-ə. 180 dərəcədən kiçik olur. Düzdürmü? 90-dan böyük, 180-dən kiçik istənilən bir bucaq körbucaq ola bilir. Amma mənə burada ipucunu verir. Deyir ki, A-nın ala biləcəyi maksimum ədəd neçə olar? A-nın ala biləcəyi maksimum ədəd 180-dən bir vahid az ədəd ola bilər. Yəni 179 dərəcə. Niyə görə? Maksimum deyirəmsə A-nın qiymətini mən mümkün qədər körbucağın dərəcə ölçüsünü mümkün qədər böyük götürməliyəm. Onun üçün 2A-nı bərabər edirəm nəyə? 179-dan 29 çıxıram 150-yə. A-nın da qiyməti burada 75-ə bərabər oldu. A-nın ala biləcəyi ən böyük qiymət 75-dir. Ən maksimum qiymət 75-dir. Yox, bizə minimum desəydi, yəni ən kiçik qiymət desəydi, artıq 91 dərəcə götürərdim. Amma 91-i soruşmur. Bizə maksimum, yəni 75-i soruşur. Deyə bilərsiniz ki, yox, 91 axı 75-dən böyükdür. Biz burada 91-in əvəzən gördüyünüz kimi 179 götürdük və buradan A-nın qiymətini 75 tapdıq. Zaten bizə A-nın qiymətini deyir. 6-cı sual bir az, yəni çətin tiplidir. Hissə oxuyaq, aşağıdan yazaq. Deməli, aralarındakı məsafə 1000 metr olan miniç və yük maşını eyni anda əks istiqamətdə hərəkətə başladılar. Miniç maşının sürəti 120 km/saat. Yük maşının sürəti isə miniç maşının sürətinin 8-ə 3 hissəsinə bərabər. Gəlin baxaq. Deməli, belə bir yol çəkək. Biri buradan çıxır, biri buradan çıxır. Eyni anda, eyni istiqamətdə çıxmırlar.
Eyni anda çıxırlar, müxtəlif yerlərdən çıxırlar. Aralarındakı məsafə 1 kilometrdir, yəni 1000 metrdir. Burada 1000 yazmağını sizi çaşdırmasın. Götürüb 1000-in üzərinə sonradan tapdığınız ədədləri gəlməyin. Sadəcə 1000 metri kilometr görsə, burada metrdir, amma burada kilometrdir. Düzdürmü? Onun üçün 1000 metri çevirdik kilometrə, elədi 1 kilometr. İndi minik maşının sürətini mən bilirəm 120 km/saatdır. 120 km/saat. Yük maşınının sürəti bunun 8-dən neçə hissəsinə? 3 hissəsinə. Yəni 120-nin 8-də 3 hissəsi neçə edir? 120-ni 8-ə böləndə 1, 15. Bunu da vurdum 3-ə 45 km/saat. Deməli, yük maşınının belə yazaq da. Yük maşınının sürəti 45 km bölünsün saatdır. 45 km bölünsün saatdır. İndi deyir onlar 1 saat yol getdilər. Bitdi. Burada deyir ki, elə 1 saat yol gediblər. 1 saata hər ikisinin arasındakı məsafə nə qədər olacaq? 120, 1 saata 120 gedəcək, 1 saata 45 gedəcək və aralarındakı məsafə 1 kilometr. Baxırıq, 120 ilə 45-i toplayırıq və üzərinə 1 gəlirik. Bu da eləyir 165, bu da 166. Düzmü yazdıq? Yoxsa yox. 120, bu da 45. 165, 166 da düzdür. Hə. Sonra deyir ki, getdikdən sonra yük maşının sürətini 60% artırdı. 45-in 60%. Çünki yük maşının sürəti 45 km/saatdır. 45-in də 60%-i nədir? 45-i 60-a vurub 100-ə bölməkdir. Sıfırlar gedir. Onu 5-ə bölürəm 2. 45-i 5-ə bölürəm 9. 2 ilə 6 gedir burada 3. 3 9-un 27. 45-in də üzərinə 27 gəlirəm. Yük maşınının yeni sürətini tapmış oluram. Bu da verir bizə 72 km bölünsün saat. Deməli, V1-imiz 120 olaraq qalır. Yəni, belə deyim də, minik maşının sürəti 120 olaraq qalır, dəyişmir. Amma yük maşının sürəti 60% artdığına görə yeni sürət 72 olur. Bunlar ümumilikdə 2 saatda əlavə yol gedirlər. Gəl baxaq. 120 ilə 72, 192. 192-ni də 2-yə vuranda 4, 2 9 18, 1 yadda, 2 1 2, 1 də yadda 3. 384. Aralarındakı məsafə əvvəl 166 idi, sonra 384 oldu. İndi görək yeni məsafə nə qədərdir? 0, 14 1 yadda, 4 1 də yadda, 5. Düzmü yazdıq? 4-ün üstünə 6, 10, 0 1 yadda, 14 1 də yadda, 15. Aha, səhv yazmışdıq. 5 yazdıq, 1 yadda, 4 1 də yadda, 5. Deməli, minik və yük maşınının indi hazırda, yəni 2 saatda getdikdən sonra arasındakı məsafə 550 kilometrə bərabər oldu. 7-ci sualda deyir, tutumu 9000 litr olan çənə bir boru dəqiqədə 30 litr su doldurur. Digər boru isə 15 litr su boşaldır. Deməli, dəqiqədə 30 litr su doldurursa və digəri 15 litr boşaldırsa, 1 dəqiqə ərzində içindəki suyun miqdarı 15 litrə bərabər olur. Mənə də lazımdır ki, bu hovuz, bu çən dolsun. Yəni, 9000 litr dolması üçün bizə neçə dəqiqə vaxt lazımdır? Çarpaz şəkildə vursaq, 9000-i 15-ə böləcəyik. Bu da verir bizə 90 içində 15 6 dəfə yanında 2 0 600 dəqiqə. 600 dəqiqəni də saata çevirsək 660-a böləcəyik. Bu da eləyir 10 saat. Cavabım oldu 10 saata bərabər. 8. Kvadratın daxilinə çəkilmiş çevrənin radiusu. Belə bir kvadratdır. Buradan çəkməyim. Buradan çəkim. Belə bir kvadratdır və bunun içindəki radiusu əgər 6-dırsa, deməli diametri 12-dir. Radiusun 2 qatı diametrə bərabərdir də və kvadratın 2 tərəfi üzərinə qurulmuş üçbucaqlar. Əgər deyir bərabər tərəflidirsə, bax belə bir üçbucaq qurulub hər iki tərəfinə. Başqa yerə qurulmayıb da, yəni təkcə 2 tərəfinə, 4 tərəfinə qurulmayıb. Deyir ki, bu alınan fiqurun perimetrini istəyir bizdən. Əgər bura 12-dirsə, deməli hər bir tərəf 12-yə bərabərdir. Baxırıq görək, burada neçəsin 12 var? 1, 2, 3, 4, 5, 6. 6 da nədir? 12-in 72-yə bərabər olur. 72 nədir burada? Santimetrdirsə, elə santimetrlə ifadə olunacaq.
9. Düzbucaqlı paralellepipedin oturacağının sahəsi 12 metr kvadrat, hündürlüyü 5 metr olarsa paralellepipedin həcmini tapın. Əgər düzbucaqlı paralellepipeddən söhbət gedirsə, belə çəkək onda. Düzbucaqlı paralellepipeddən söhbət gedirsə, biz buna kuboid də deyirik də, bilirsiniz. Yəni düzbucaqlı paralellepipedin ikinci adı kuboiddir. Əvvəllər kuboid kimi yazılırdı. İndi paralellepiped fərqi yoxdur, eyni bir anlayışdır. Düzbucaqlı paralellepipedin oturacağının sahəsi 12 metr kvadrat, hündürlüyü 5 metr olarsa, bilirik ki, həmin bu düzbucaqlı paralellepipedin tərəfləri olur da, biri uzun olur, sonra eni olur, sonra hündürlüyü olur. Bizə də həcmini tapmaq üçün V bərabərdir A vur B vur C. Yəni 3 anlayışı bir-birinə vuracaq. A-nı, B-ni, C-ni bir-birinə vursaq, birinin həcmini tapmış olacaq. Bizə də deyir ki, C burada hündürlükdür da, düzdürmü? C-nin qiyməti məlumdur, 5-dir. C-nin qiyməti məlum, bir də hündürlük. Yəni C-nin qiyməti 5-dir. Amma bizə yuxarıda bir ipucu verir. Deyir, düzbucaqlı paralellepipedin oturacağının sahəsi. Oturacaq da nədir? Yəni A-la B-ni bir-birinə vur, olsun 12 metrin kvadratı. A-nın qiyməti maraqlı deyil, B-nin qiyməti maraqlı deyil. Çünki biz həcmi tapanda biz bu ikisini bir-birinə vursaq, elə oturacağın sahəsini tapmış olacaq da. Düzdür, oturacağın da sahəsi 12-dir. Deməli, 12-ni biz 5-ə vursaq, ümumi olaraq həcmi tapmış olacaq. A-la B-ni bir-birinə vurub 12 alıblaraq, onun üçün 12 yazdıq. Bu A-nın B-nin yerinə 12 yazırıq. Vururam hündürlüyünə, yəni 5-ə. Hündürlüyünü zaten orada vermişdim. Bu düz məsələmizin də cavabı 60 santimetrlə verib metrin kubuna bərabərdir. 10-cu suala baxırıq. Satıcı deyir 92 kiloqram buğdanın 1 kiloqramını 98 qəpiyə alıb. Görək 92 kiloqram buğdaya nə qədər pul verib? Vuracaq neçəyə? 98 qəpik, yəni 0,98. 0 orada qəpik bildirir, manatı bildirdiyi üçün manat yoxdur. Onun üçün 0 yazırıq. Daha sonra 1 manat 55 qəpiyə də satıb. Yəni 1 kiloqramını 1 manat 55 qəpiyə satıb. Neçə kiloqram satıb? 92 kiloqram və 1 manat 55 qəpiyə satılıb. Aldığı, yəni alan zaman verdiyi pul maraqlıdır mənə. Verən zaman aldığı pul maraqlıdır mənə. Onun üçün kalkulyatorumuzu açıram. 92-ni vururam. Vururam 0,98-ə. 90 manat 16 qəpik pul verib alanda. Bəs satanda nə qədər alıb? Yəni satıb. Neçə manatlıq satıb? 92-ni vururam 1 manat 55 qəpiyə. 142 manat 60 qəpik. Və onu qalan pul mənə maraqlıdır. Yəni 142 manat 60 qəpik alıbsa, yəni satdığı buğdadan pul alıbsa 142 manat 60 qəpik və ümumi olaraq 90 manat 16 qəpik pul veribsə 142,6-dan çıxmalıyam 90,16-nı, yəni gəliri tapmaq üçün də 142-ni 2,6-dan çıxıram 90,16-nı 52,44, yəni 52 manat 44 qəpik qazanc əldə edib. Bura yazırıq qazanc. Belə, 11-ci sual. Ata və oğlunun yaşlarının cəmi 43-dür. Ata var, oğul var. Bunların yaşlarının cəmi hazırda 43-dür. Hal-hazırda 43-dür. 5 il sonra oğlunun 11 yaşı olacaq. 5 il sonra 11 yaşı olacaqsa, hazırda 6 yaşı var. Bax, belə düşünün. Və hazırda 6 yaş oğlunsa, onların yaşlarının cəmi hal-hazırda 43-dürsə, 43-dən 6 çıxıram, 37 atanın yaşı olur. Və atanın indiki yaşı yox, 3 il əvvəlki yaşını soruşur. 37-dən də 3 çıxıram, 34-ə bərabərdir. Belə, əziz müəllimlər, gördüyünüz kimi MİQ 2026 riyaziyyat suallarının bir qisminə sadəcə baxdınız, əldə etdiyimiz qədərinə baxdınız. Əgər yenidən sualları əldə etsəm, izahını çəkib paylaşacağım. Bu günlük bu qədər. Sağ olun.